Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Pensiya almaq istəyən vətəndaşlara pensiyanın təyinatına bağlı bir vacib xəbər çatdıracağam. Ərvi almaq istəyən şəxslərə ərvinin təyinatına bağlı vacib xəbər çatdıracağam. Eyni zamanda ərviyə qulluq edən şəxslərə qulluğa görə verən pulla bağlı vacib xəbər çatdıracağam və sanatoriya ilə bağlı vacib xəbər çatdıracağım. Diqqətlə baxın, zəhmət olmasa, əgər maraqlıdırsa. Eyni zamanda xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi xəbər olsun. Hörmətli izləyicilər, vacib məsələdən biridir. Mövzuya keçməkdən əvvəl bir məsələ toxunmaq istəyirəm, hörmətli izləyicilər. Mən dəfələrlə deymişəm ki, mən hüquqşünas Zaur Seyidzadə, ərvi olan şəxsəm. İnsanların maarifləndirmə məqsədinə bu videonu hazırlayıram, paylaşıram. Qoy hamı bilsin. Videonu bəyənin, kanala abunə olun. Amma abunə olan azdır. Hörmətli izləyicilər, hansısa bir narkomanı aparır müalicəyə, başa düşürəm, o da lazımlı məsələdir. Amma ki, yüzlərlə insanlar hüququ maariflənir, yüzlərlə ərvəyə dəstək olur. Eləmək istəmirəm, abunə olmaq istəmirəm. Amma dediyim kimi narkomanla bağlı videoya 700 min, 800 min abunə olur. Bir də video 100 mindən adam baxır. Bir abıçılıqdır. Biz axı burada insanları maarifləndiririk. Dəfələrlə qeyd edirəm ki, mən özüm hüquqşünas olduğumu görə yer açmaq istəyirəm. Ərvəyə hüquqi yardım göstərdim, digər vətəndaşlara da. Eyni zamanda ərvi dostlarımın əl işini satın, dəstək olun, videonu bəyənib paylaşın. Bəyənib paylaşan yoxdur. Eyni zamanda abunə olan yoxdur, hörmətli izləyicilər. Və bildirirəm ki, kim videodan baxıb faydalanırsa, imkan daxili kimin gücü nəyə çatırsa, kanala dəstəkləsin, qeyd olunan kat nömrəsinə iyanə etsin. Onu da edən yoxdur, hörmətli izləyicilər. Bir abısı daxı, başa düşürəm, olasın imkan olması, amma ki, belə deyərək, abunə ola bilərsiniz axı. Hörmətli izləyicilər, bu məsələ bu. Demək istədiyim. Digər məsələ ondan ibarətdir ki, mən payladığım mövzuyla bağlı, çəkdiyim videola bağlı qısa shot qoyan videoda, yəni ki, YouTube kanalına qoyan, hörmətli izləyicilər. Və qeyd edən ki, tam video YouTube'da. Nə qaranlıq qalırsa, girin oradan baxın ki, hər şey sizə aydın olsun. Yoxsa shota baxırsınız, tam videoya baxmırsınız, sizə aydın olmur. Onu demək istəyirəm, hörmətli izləyicilər. Bəyənin keçən mövzuya. Deməli, birinci pensiyana bağlı onu deyim ki, mən məlumat vermişdim ki, 2006-dan 2018-ə qədər işləyən şəxslər bir gündə işləyibsə, 1 manat pensiya kapitalı ödəyibsə, yəni bu şəxslər belə deyək, pensiya təyin olunur, avtomatik 25 il bağışlanır. Nəzərə alın, hörmətli izləyicilər. Bunu demişdim, amma bir məsələ var. Məsələ ondan ibarətdir ki, əgər sizə direkt düşməyib, sosial ödəniş olmayıb və yaxud da istat sayılmayıb, siz müavinət düşüb. Müavinət düşdüyünüz zaman bir il ərzində birdən gec olmayaraq məhkəməyə müraciət edin ki, bəs mən falan vaxtı işləmişəm, falan vaxtı ödəniş etmişəm, xahiş edirəm mənə pensiya təyin olsun, inzibati məhkəməyə. Nəyə görə bir qanunverici əsasən bir il müddətində müraciət etdiyiniz müavinət aldığınız gündən sizə belə deyək, məhkəmə getdiyi müddətini nəzərə almalı, son 3 il müavinətə ödənilə bilər. Yox, yatdınız, əməniz 5 il sonra yadınıza düşdü ki, gedim mən pensiya düzəldim, artıq o pula sayılmayacaq, hörmətli izləyəcək. Eyni zamanda ərvi ilə bağlı məsələ keçmək istəyən ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Sosial Ekspert Komissiyasına müraciət edərsiniz ki, mənə ərvi təyin eləmədi, rədd etdi ki, siz ərvi düşmür. O halda da bir ay ərzində məhkəməyə müraciət edin, müddəti baxmayın. Əks halda siz ya 12 ay ev şəraitində təzədən müalicə almalı olursunuz və yaxud xəstəxanada müalicə alaraq 6 ay müalicəni davam etdirməli olursunuz. Əgər bunu istəmirsinizsə, təzədən əziyyət çəkmək istəmirsinizsə, mütləq qaydada məhkəməyə müraciət edin, amma bir şərtlə. Baxın görün sizin xəstəliyin kodu ərvinin təyin olmayanlarında varmı, yoxsa yoxdur. Varsa orada problem yoxdur, məhkəmə iddianı təmin edəcək, hörmətli izləyəcək. Nəzərə alın, mütləq qaydada. Bir məsələ bu. Ərvəyə qulluq edən şəxslərlə demək istəyirəm ki, artıq qanunda dəyişiklik var. Birinci qrup ərvəyi sanatoriya, istirahət mərkəzlərinə bir nəfər müşayiət edə bilər. Yəni, bir nəfər onun yanında gedə bilər, dövlət hesabına. Eyni zamanda 18 yaşına qədər ərvi olmuş şəxslərin valideynləri və ya valideynlərin verdiyi etimadnamə əsasında digər şəxslər də gedə bilər, bir nəfər. Və bir nəfər dəyişə bilər və o da bir nəfər. Ki, mən gedən, sən gəl bax, və ya bir şey ola bilər, hörmətli izləyəcək. Buna əlavə qeyd edin ki, əgər
Əyrəyə qulluq edən şəxs, məsələn, valideyn dünyasını dəyişibsə, qarşı valisi baxırsa, bunu təzədən əyrənin deyirlər ki, assistenti yoxdur. Gəlib təzədən əyrənin təyin olması üçün müraciət etməyin. Mütləq qaydada icra hakimiyyətinə müraciət edin, patronajlıq və ya qaynıq təyin edin, ondan sonra həmin 100 manatlar alın. Qaynıq biraz çətin məsələdir. Burada sübut olunmalı ki, həmin şəxs fəaliyyət qabiliyyəti yoxdur, özünü idarə edə bilmir. Burada məhkəmə sübut edir, uzun məsələdir. Amma patronajda siz icra hakimiyyətinin vasitəsində bir ay ərzində ala bilərsiniz. Ətraflı məlumatçısının qeyd olunan telefon nömrəsində mənə əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslərin telefon hüquq məsələsinin verilməsi 10 manatdır. Sonunda bir daha hörmətli icracılar, bir məsələ yenə toxunuram. Vacib bir məsələdir. Əgər video baxdınızsa, nəsə öyrənmək istəyirsinizsə, hörmətli icracılar, sualınızı qeyd olunan telefon nömrəsinə WhatsApp-la səslə göndərin, zəhmət olmasa. Bir məsələ bu. Digər məsələ bir daha toxunmaq istəyən ki, əgər nəsə faydalanırsa, heç olmasa videonu bəyənib kanala abunə olun. Və imkan daxilində paylaşın ki, digər şəxslərdə, yəni abunə olsunlar, hörmətli icracılar. Vacib məsələdən biri budur. Mütləq qaydada. Hörmətli icracılar, bu məsələyə bir daha toxunuram ki, mən dəfələrlə videoda məlumat verən ki, mən hüquqşünas Seyidzadə insanlara maarifləndirmə məqsədlə video hazır edirəm. Bəyənin və kanala abunə olun. Eyni zamanda bildirirəm ki, kim faydalanırsa imkan daxilində kanala iyanə etsin. Amma edən yoxdur. Amma dediyim kimi, hansısa narkomana videosuna 100 minlərlə adam baxır. Hansısa narkomana dəstək verən kanala 700 min, 800 min abunə olub. Amma mən burada dediyim kimi, özün əyri olan şəxsin əyri arabasındayam. Şəxsin Zaur Seyidzadə əziyyət çəkib video hazır edən insanlara maarifləndirirəm. Mənim cəmi 5500, 5600 abunəm var. Biabısıqdır, hörmətli icracılar. Əsas məsələdən biri budur. Gəlin biz abunə olaq ki, insanlar hüquqlarını bilsinlər. YouTube qaydalarına görə abunənin nə qədər çox olsa, bir o qədər video qabağa gelir. Ona görə deyəm, hörmətli icracılar. Yəni bir daha qeyd etmək istəyən ki, özür fikirləşin. Demirəm, o da vacibdir. Bir narkomana daha faydalı dəstək olmaq, yoxsa yüzlərlə hüququn bilmir ailəyə. Valideynlər var ki, uşaqların hüquqlarını bilmir. Valideynlər var ki, uşaqlarına çıxıb gedib və sosial təminatı yoxdur, sosial yardım ala bilmir və digər problemlər var. Yəni ora baxıb burada maariflənə bilər, hörmətli icracılar. Heç olmasa ən azından onu edək, imkan daxilində. Və eyni zamanda özüm də dəfələrlə qeyd etmişim ki, mən əyri olan şəxsin əyri arabasındayam. Yer açıb əyri dostlarıma əşini satmaq istəyəm, eyni zamanda hüquqi yardım göstərmək istəyəm. Dəstək olun. Həm abunə olun, həm videonu bəyənin, imkan daxilində də iyanə edin. Amma nə abunə olan var, nə bəyənən var, nə də ki, iyanə edən var. Abunə olan 10 nəfər, 15 nəfər, bəyənən də 20 nəfər, 30 nəfər uzaq başlayıb. Bir abısıqdır, hörmətli icracılar. Gəlin bir-birimizə dəstək olaq, imkan daxilində. İmkan daxilində bunu aktiv olaq ki, qoy hamı bilsin, hamı kanaldan xəbər olsun. Bilirsiniz, hörmətli icracılar, bir şey deyim. Əgər abunə sayı artsa, videonun baxış sayı artsa, YouTube özü mənə pul ödəməlidir. Hal-hazırda göstərir ki, 15 dolar yığıb. Gərək 100 dolar olsun ki, çıxardın, hörmətli icracılar. Bir məsələ də budur. Vacib bir məsələdən biri. Hörmətli icracılar, bir daha qeyd edən kimin nəsi varsa, WhatsApp-a səslə göndərsin. Biri gözü başqa yerdə olan, biri gözü telefonu aça bilmirəm. Ona görə WhatsApp-a səslə göndərir ki, mən vaxtı olan kimi baxın sizə cavab verim. 24 saat ərzində sizə dönüş edəcəm mütləq. Xanım olun, hörmətli icracılar. Bir daha qeyd edin, əgər videoya baxdınız, faydalanmışsa, heç olmasa ən azından videonu bəyənin, abunə olun. Bu dəqiqə abunə sayını artırmağa ehtiyac var, dediyim kimi. Hörmətli icracılar, nəzərə alın. Diqqətinizə görə çox sağ olun. Sağ olun, hörmətli icracılar.